Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 8-ci ay 2026-cı il Masallab Yeni Mərkəzinin keçirdiyi buraxılış imtahanının riyaziyyat suallarının izahına baxacaq 11-ci siniflər üçün. Keçək suallarımız izahına. Demək, birinci sualda nə deyir? Bizə tənliyin kökləri tapın. Uşaqlar, çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdə nə idi köklər cəmimiz? Əks işarə ilə ikinci həddin əmsalı, yəni 2-yə. Sərbəst həddimiz nəyə bərabərdir? Köklər hasili sərbəst həddimiz olurdumu? -15. Hansı 2 ədədlərdir ki, toplayanda 2, hasili -15 olsun? Demək, 5 ilə -3 doğru cavabımız olacaq B variantı. Kompleks ədədin həqiqi hissəsini tapın. Demək, biz nə edirik? Birinci ifadə qalsın. 1 minus i. Şagirdlər, i üstü 9-u biz elə nə edirdik bu tip misallarda? İ'nin dərəcəsini 4-ə bölürdük. Qalığı götürmürdükmü? 9-u 4-ə böldükdə qalıqda 1 qalınırmı? Yəni, yenə də i qalmış olacaq. Digərində də 1 plus i üstü 13-dür. 13-ü də biz 4-ə bölsük. Qalığımızda neçə qalır? 1 qalmış olurmu? Yenə də i-yə bərabər olmuş olacaq. Demək, bu ifadə nə olacaq bizdə? A minus b, a plus b. Yəni, 1 minus i-nin kvadratı 1 plus i-yə. Uşaqlar, i kvadrat özü nəyə bərabərdir? -1-ə bərabərdirmi? -1 yazsaq yerinə bu olacaq plus. Onda əmsalımız nə olacaq? 2. 1 plus i-yə. Bunu da vurub açsaq. 2 plus 2i. Bizdə nəyi soruşur? Kompleks ədədinin həqiqi hissəsini tapın. Həqiqi hissəsi nəyə bərabərdir? 2-yə. Belə. Tənliyi ilə verilən çevrənin nöqtəsindən keçir. Bu çevrənin radiusunu tapın. Biz bilməliyik ki, birinci çevrənin tənliyi nə şəkildə olmalıdır? X, y minus b, bağla kvadrat bərabərdir r-in kvadratı. R çevrəmizin radiusu, a və 1 nədir bizim? Çevrəmizin mərkəzin koordinatları. Biz bu ifadədə nə edirik birinci? X kvadrat minus 8x plus y kvadrat plus ay minus 20 bərabər 0. Bu hissəni biz necə parçalaya bilərik? X minus 4-ün kvadratı plus 16 yaranacaq. Bir dənə də özümüzdən minus 16 atırıq ki, nə versin bizə? Biz birinci nə etməliyik? Birinci bu nöqtəni nəzərə almalıyıq bu tənlikdə. Ondan sonra A-nı tapaq, ondan sonra yazaq getsin. Demək, X-in koordinatı X nəyə bərabərdir? 4-ə, Y nəyə bərabərdir? 6-ya. Gətirib yazsaq yerinə. 4-ün kvadratı 16 minus 4 8-in 32 plus 6-nın kvadratı 36 plus 6A minus 20 bərabər 0-a. Bu verir mənə -16 toplayanda müsbət 20 minus 20 getdi 6a bərabər 0-a. A nəyə bərabərdir uşaqlar? 0-a. Demək, bizdə y həddi iştirak etməyəcək. Onda nə qalacaq bizdə? Plus y-in kvadratı minus 20 bərabər 0. X minus 4 bərabər x minus 4 bağla kvadrat y kvadrat minus 16 minus 20. 36 verirmi? 36-nı da sağ tərəfə keçirsək müsbət 36 kimi keçəcək. Və bizim çevrəmizin tənliyi bu şəkildə oldu. Nəyə bərabərdir? R kvadrat 36'dırsa radiusumuzun uzunluğu 6 olar mı? B variantı. 0.8'i hansı ədədə böldükdə 5'də 4 alınır uşaqlar. 0.8 bilmirik hansı ədədə böldük və nə aldıq bizdə 5'də 4. Bunun da çarpaz vursaq olacaq 4x bərabərdir. 0.8 də biz 5'də 4 şəklində yazsaq vur 5. 5'lər ixtisar getsə 4x 4-sə x nəyə bərabər olacaq? 1-ə C variantı. Ədədini standart şəkildə yazın. Demək, burada təmiz düşməyib. Bunun qüvvəti 5-dir. Burada 6. Şagirdlər, demək, n bərabərdir. 16 üstü 5 vurulsun. 25 üstü 6. Uşaqlar, 25-i də necə yazarıq? 16-nın qüvvətinə uyğun yazsaq biz. 25 üstü 5. Bir də vurulsun 25. Bu qalsın. 25-i yazdıq qarşıda. 16 vurulsun 25. Üstü 5 şəklində yaza bilərikmi qüvvətin xassəsinə görə? Yenə də 25 vurulsun. 16'nı da şahitler biz 4 vurulsun. 4 kim yazar? 4'ü 25'e vursa neçə olacaq? 100. Üstü 5. Bərabərdir. Aha, bu belə. Bunu tapdıq. Aha, yazaq geçsin də. 25 vurulsun. 4 üstü 5 olacaq. Yenə də 100'ü yaratmağımız üçün 4'ü burada da parçalasın. 4 üstü 4 qalacaq. Və olacaq 100 üstü neçə? 5. Bu bizə 100'ü verir. 4 üstü 4 vurulsun. 100, o da 100 üstü 5. 100 üstü 6, 100 üstü 6. 4 üstü 4 nəyə bərabərdir uşaqlar? 16'nın kvadratı 256 vurulsun. 10 üstü 12. 100 də onun kvadratı şəklində göstərdik. Və bizə deyir ki, standart şəklə gətirməliyik. Standart şəklə gətirməsi üçün qiymətli hissəmiz 1-10 aralığı olduğuna görə 2 tam %56 vurulsun. 10 üstü uşaqlar.
Vergülümüz buradaydı. Neçə addım gəlib? Neçə vayd gəldi? 2 vayd. Onun qüvvəti də 2 vayd artmış olsa neçə olacaq? 10 üstü 4 olurmu? Bu şəkildə. Daha doğrusu 14 yox, 14. Bu belə. Bizə nəyi soruşur? Qiymətli hissəsi A olarsa, A bərabər oldu 2,56-ya. Tərtibi isə B olarsa, B də bərabər olub 14-ə. Bizə deyir ki, A plus B cəmi nəyə bərabərdir? Yəni 2,56 ilə 14-ün cəmi nə verir bizə? 16,56. Varmı elə cavab B variantı? Keçdik növbətiyə. Çox həllisi birinci vurğu. Demək, çox həllisi x-in kvadratı minus ax plus 15 bərabərdir. Deyir ki, bizdə birinci vurğu nəyə bərabərdir? X plus 3 vurulsun ax. Biz ax-ı tapmalıyıq uşaqlar. Əgər x plus 3 bu ifadənin vurğudursa, demək x bərabərdir -3. Bu çox həllinin nə idi? Sıfıra çevirən qiyməti. Gətirib yazsam yerinə -3-ün kvadratı 9 plus 3a plus 15. Bərabərdirmi sıfıra? Onda burada nə tapacaq biz? 3 anı tapmış oluruq mu? -24. A nəyə bərabər olacaq? Uşaqlar. -8-ə. Gətirib kvadrat tənliyi tam şəkildə yazılır. X kvadrat plus 8x plus 15. Bunu da vurğulara ayırsaq. X plus 3. Digər necə olacaq? X plus 5 şəklində olmuş olacaq. Aydındırmı? Demək, bizdə AX çox həllisi hansı şəkildə olur uşaqlar? X plus 5. Bunu bildik. Və bizdən nəyi soruşurdu? A olan ifadən. Yəni A. Bir dəqiqə. Aha. A. Kiçik yanı biz neçə tapdıq? -8. Yəni -8-i. Onda gətirib x-in yerinə nə yazıram? -8 plus 5. Nəyə bərabər olacaq? -3-ə. A-nı tapdıq. Keçdik növbətisinə. Onu da qırmızı ilə yazaq. Digər tənliyimiz nədir uşaqlar? X-in kvadratı plus 6x plus b. Bu da nəyə bərabərdir? Deyir, bir vurğu 2-dir. Digər vurğumuzda bir hansısa b, x çox həllisi. Yenə də, əgər x bu ifadənin vurğudursa, daha doğrusu 2, onda 2 bu ifadə nəyə çevirəcək? 0-a. Gətirib yazsa görün, 2-nin kvadratı 4 plus 12 plus b bərabər 0. B də nəyə bərabər uşaqlar? -16-ya. Buradan tənliyimizi bütöv şəkildə yazsaq. X kvadrat plus 6x minus 16 bərabər. X minus 2 uşaqlar. X plus demək 8 yaranırmı bizdə? Bəli. Digər vurğumuzda olur 8. Onda bx nəyə bərabərdir? Bx çox həllisi. X plus 8-ə. Burada bizdə b var. B-ni neçə tapmışdı? -16, yəni b -16. X-in yerinə bu sefer -16 yazacaq. Plus 8 nəyə bərabər olmuş olacaq? -8-ə. Bizdən nəyi soruşur? Bunların cəmi. Yəni -8 ilə bir də bunu neçə tapmışdıq? -3 tapmışdıq. -8 plus -3. Doğru cavabımız olacaq -11. D variantı. Bu da belə. Keçdik növbəti lövhəni təmizləyək. Perimetri 72 olan ABCD kvadratın perimetri 72-dirsə kvadratdır. 4A 72-dirsə A nəyə bərabər olacaq uşaqlar? 18 olurmu? Bəli, tərəfimiz olacaq 18, 18, 18. Bunu bildik. Və bizə nə deyir? Tangens SYD, bu bucağın tangensi nəyə bərabərdir? 3-ə. Tangens nədir? Qarşı katetin bitişik katetə nisbəti. Biz bura hər hansı bir x desək, nə tapacaq biz burada bucağın tangensi üçün? Qarşı katet neçədir? 18-in x-a nisbəti bərabər olub 3-ə. Onda buradan x nəyə bərabərdir? 6-ya. Gətirib x-in yerinə biz nə yazacaq burada? 6 yazmış olacaq. Və tərəfimiz 18 olduğuna görə yerdə neçə qalır biz üçün? 12. Bunu bildik. Ştrixlənmiş hissənin sahəsini soruşur. Ştrixlənmiş hissənin sahəsini necə taparıq? Bütöv kvadratın sahəsindən, bu yerdə qalan düzbucaqlı üçbucağın sahəsini çıxsaq, yəni ağ olan hissəni çıxsaq, yerdə bizim bu ştrixlənmiş hissəmiz qalırmı? Onda kvadratın sahəsi nədir uşaqlar? 18-in kvadratı. 18-in kvadratından çıxacaq biz nəyi? Bu düzbucaqlı üçbucağın sahəsi. Düzbucaqlı üçbucağın sahəsi nədir? Katetləri hasilinin yarısı, yəni 18 vur 6 bölünsün 2. Biz bunu çıxacaq. 18-in kvadratı demək bizə neçə verir? 324 minus ixtisar aparsam 9 6-nın 54. Bu da bizə nəyi verəcək? 270. Demək bu hissənin sahəsi nəyə bərabər olmuş oldu? 270-ə. Bu da belə.
Keçdik növbəti suala. ABC bərabər yanlı üçbucağında AB BC-yə bərabər, AB BC-yə bərabərsə bərabər yanlıdır. Bu perpendikulyarlar verib bizə. Bucaq B-ni verib 30, DE 4. DE 4-dürsə, DF 2 olarsa AB-nin tərəfi, AB tərəfini tapın. Yəni yan tərəfi tapın. Bərabər yanlı üçbucaqda belə bir xassəmiz vardı ki, oturacaqdan yan tərəflə çəkilmiş perpendikulyarların cəmi elə bizim yan tərəfə çəkilən hündürlüyümüzə bərabərdir. Yəni bu h olsa x, y. H nəyə bərabərdir? X ilə y-in cəminə. İndi biz də buradan yan tərəfə bir hər hansı hündürlük çəksək h. H nəyə bərabər uşaqlar? 4 ilə 2-nin cəminə 6-ya. İndi burada belə bir düzbucaqlı üçbucaq yaranıb. Buranı tapmışıq 6. Buranı verir bizə neçə dərəcə? 30 dərəcə. 30-60-ın xassəsinə görə 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Nəyin yarısı 6 eləyir? 12-nin. Həmin bu 12 olan hipotenuzumuz da bizim nəyimizdir? Üçbucağımızın AB tərəfi deyilmi? Bəli, 12-yə bərabərdir. C variantı. Gəldik 39-cu suala. 98-i parçalayarıq 49 vurulsun 2 kimi. Minus 32-ni parçalayaram 16 vurulsun 2 kimi. Plus 27-ni parçalayaram 9 vurulsun 3 şəklində. Bərabərdir. Nə olacaq bizdə? A kökdə 2 plus B kökdə 3. Uşaqlar 49-dan 7 çıxır. 7 kök 2 minus 4 kök 2 plus 3 kök 3 bərabərdir. A kök altında 2 plus B kök altında 3. 3 kök altında 2 qalır. Çünki 7-dən 4 çıxacaq. Plus 3 kök altında 3 bərabərdir. A kök altında 2 plus B kök altında 3-ə bərabərdir. Eynilik olduğundan kök 2-nin əmsalı neçədir? 3. Demək A nəyə bərabərdir? 3-ə. Kök 3-ün əmsalı neçədir? B. Birində də 3. Demək B də nəyə bərabərdir? 3-ə. Bizdən soruşur ki 5A minus B ifadəsinin qiymətini tapın. 5 üçün 15 minus 3 nəyə bərabər olacaq? 12-yə. D variantı 39-da. Keçdik. Müstəvi üzərindəki ABC düzbucaqlı üçbucağının A düzbucaq təpəsindən müstəviyə EMA perpendikulyarı qaldırılmışdır. MD BC perpendikulyardır BC-yə. BD-ni verib 9. Uşaqlar BD 9-dur. Qırmızı ilə yazaq. Seçilsin 9-dur. DC 4-dür. AM aradı bura. 2 kökdə 7 olarsa MD-nin uzunluğunu tapın. Bax, bizdən bunun uzunluğunu istəyir. Necə taparıq onu? Uşaqlar, baxın bura. 3 perpendikulyar teoreminə görə gedəcəyik biz. Əgər bu düz xətt mailə perpendikulyardırsa, mailin proyeksiyasına da nə olmuş olacaq? Perpendikulyar olmuş olacaq. Onda burada nə olmuş olacaq bu? Perpendikulyar. Bunu belə tapdıq. İndi həmin o perpendikulyarlıqda biz buradan tapmış olarıq. Demək, belə bir xassəmiz vardı ki, H, M və N. H-ın kvadratı nəyə bərabərdir? M vurulsun N-ə bərabərdirmi? Onda bizdə neçədir o hissə? H-ın kvadratı bərabərdir. 9 vurulsun 4. H nəyə bərabər olacaq? 3 vurulsun 2-yə, 6-ya. Buranı tapdıq biz 6. İndi biz bu düzbucaqlı üçbucaqdan, bu düzbucaqlı üçbucaqdan katet məlum, digər katet məlum. Bura 2 kök 7-yə, kök 7-dir, mən 2 yazmışam buna. 7-yə AM məsafəsi, MD məsafəsini soruşur bizdən. Buna da bir x deyirəm. Faqor teoreminə görə 6-nın kvadratı plus 4, 7-nin 28 bərabərdir nə? X-in kvadratına. X kvadratı bizdə eləyir 64. X nəyə bərabər olacaq? 8-ə. Demək, doğru cavabımız olacaq. Olmuş olur neçə? 8. 40-da C variantı. Keçdik növbəti suala. B parametri hansı qiymətində tənlilər sistemi bu tənlilər sistemi nə olacaq? Həlli olar. Demək, birinci tənliyi nə edərik? Həll eləyək, hər tərəfini 2-yə vursaq. 2x plus 2y bərabərdir 11-ə. Digər nə edərik? Olduğu kimi yazacaq da. 2x plus 3y bərabərdir nə? 16-ya. Tərəf-tərəfə çıxsam, 2x-lər getsə, demək, daha doğrusu 2-yə vururamsa, bu 4y olur. Burada olur 22. Demək, 4y-dən 3y çıxsam, y-ə bərabər. 22-dən 16 çıxsam, bərabər olur 6-ya. Y 6-dırsa, aparıb istənilən birində yazsam yerinə. X-i tapsaq, X-da neçə çıxacaq? -1.
Demək bizim həllər cütümüz nə oldu? -1 və 6. Gətirib bu ifadədə yerinə yazsaq, -b plus 12 bərabərdir nəyə? 19-a. -b bərabərdir 7-yə. B də nəyə bərabər olacaq? -7-yə bərabər olmuş olacaq. 41-də olur cavabımız B variantı. Demək, ABC bir-birindən fərqli rəqəmlərdir. Bir-birindən fərqli deyirsə, A fərqli B, fərqli C, yəni heç biri bir-birinə bərabər deyil. İnşallah bunun da açılışını biz yazsaq, demək, A tək yüzlüklərdə var, onluqlarda var, təkliklərdə var. Onda nə olacaq bizdə? 111A plus B də eyni qaydada. Təklikdə, onluqda, yüzlükdə olduğuna görə 111B və 111C bərabər olacaq. 666-da parçalayaq. 6 vur 111 kimi. Hər tərəfi 111 aparsam ixtisar. A plus B plus C bərabərdir 6-ya. İnşallah bunlar rəqəm olduğundan biz birinci rəqəmə 0 ilə başlaya bilməz. Ona görə 0 götürə bilmirik. Məsəl üçün 1, 2, 3. Cəmi 6 verirmi? Elə bunlar mümkündür. Başqa hal varmı? Demək bizdən soruşur A, B, C halı. Yəni 1 vur, 2 vur, 3. Nəyə bərabər olacaq? 6-ya. A variantı. Səthin atılışı verilmiş kubun AB telinin orta nöqtəsi. Demək AB telinin orta nöqtəsidir bura. CD telinin orta nöqtəsi N nöqtəsi. M'in 20 olarsa kubun tam səthin sahəsini tapın. Kubun tam səthin sahəsi nədir? 6A'nın kvadratı. Bu belə. İnşallah kubun hər hansı bir tilinə biz A desək. Axı kubun bütün tilləri bir-birinə nədir? Bərabər deyilmi? Və biz buradan perpendikular endirsək aşağı düz. Burada belə bir düz buzaqlı üst buzaq alınır. A. Gəlin o düz buzaqlı üst buzağı köçürdək aşağı. Demək 3 dənə A. Bizim bu katet olacaq 3. N'ni verib bura M olsun. N olsun. Burada hər hansı özümüzdən bir T deyək. Bu da T. Demək M'in neçədir bizdə? 20-dir. Uşaqlar CN axı CD özü bütövlükdə A-dırsa, N onun orta nöqtəsi olduğundan A bölü 2 olur və burada A bölü 2 olduğundan bunu paralel köçürsək bura. Burada olacaq A bölü 2. Ümumilikdə bu uzunluğumuz neçə olur? A-ya bərabər olmuş olurmu? Və burada nə edəcəyik biz? Kubun nə edəcəyik biz? Tilin tapmış olacaq da Pifagor teoreminə görə. 3-ün kvadratı, 3A'nın kvadratı 9A kvadrat plus A'nın kvadratı bərabərdir 20'nin kvadratı da 400. 10 dənə A'nın kvadratı bərabərdir 400'ə. A kvadrat nəyə bərabər olmuş olacaq? Sıfırların birini aparsam ixtisar 40'a. Mənə də tam səthin sahəsini soruşur deyil. A kvadratı tapmışam da 6 vurulsun 40. 240 B variantı. 44. Nisbətən yaz həlləri uzun gedən misallardır. ABC'də natural ədədləri 3-ün. Uşaqlar 3A, 4B, 5C bərabər. Bunun da hər hansı bir, yəni bunların üçünün də bir-birinə bərabər olması üçün 3-ün əşkabı nəyə bərabər? 60K. Yəni bunlar bir-birinə bərabərdirsə, bunu da bərabərlədik 1,60K-ya. Buradan 3A əgər 60K-dırsa, A nəyə bərabərdir? 20K-ya bərabər olurmu? A 20K, B-ni də eyni qayda ilə tapsaq, taparıq 15K və C-ni də eyni qayda ilə tapsaq olacaq neçə? 12K. Bunu bildik. Və bunların bu qiymətlərini biz gətirəcəyik, bu əbob əkobda yerinə yazsaq. Nə olar bizdə? Əbob, demək yazaq da, əbob. A-nın yerinə neçə yazacaq biz? 20K, B-nin yerinə neçə yazacaq? 15K. Plus 2 vurulsun əbob. Demək, A, C. A nədir? 20K. C nədir? 12K. Plus 3 vurulsun əbob. Nə olacaq bizdə? B, C 15K, 12K. 12K. Uşaqlar, bizdə belə bir xassa vardı ki, əbobun, əşabın xaricinin ortaq vuruğunun çıxarılması. Baxın, 20K ilə 15K-da ortaq vuruq nədir? Təbii ki, 4K-da, düzdürmü? 4 yox, 5. 5K. 5'i çıxardandan sonra burada neçə qalır? 4. Burada 3 qalırmı? 4 ilə 3-ün də əbobu qarşılıq sadə olduğuna görə 1-ə bərabərdir. Plus 2 vurulsun. Buradan ortaq vuruq nə çıxardırıq? Yenə də 4K-nı çıxardırıq. Qarşılıqlı sadə ədədlər qalacaq. Əbob 1 plus 3 vurulsun. Buradan da yenə də 3K-nı ortaq vuruq kimi çıxartsaq. Qalacaq 5 və 4. Bunlar da əbobu 1-ə bərabərdir. Və bu ifadəni nə verir bizə? 111'ə bərabər verirmi? Gəl bunu hesablayaq da. 5K plus 8K plus 9K.
bərabərdir 110. 110 olmalıdır. Demək, burada nəyə bərabər olacaq uşaqlar? Görək bir dəqiqə. Demək, 17, 22K. 22K bərabərdir 11 vurulsun 10. 11 ilə 22 gedəcək 2K bərabər 10-a. K nəyə bərabər olur? 5-ə. K-nı tapdıq 5. Bunu bildik. Bizdən nəyi soruşur? B plus A minus C. B plus, yəni 15K plus A 20K minus C neçədir? 12K bərabərdir. 35K'dan çıxacağım 12K'nı. Nəyə bərabər olmuş olacaq? 23K'ya. K'nı da tapdıq axı 5. Getirib yazarıq yerinə. 5 üçün 15, 1 yadda 5 üçün 10, 115. Demək 44-də nəyə bərabər olur? Doğru cavabımız 115'ə. Belə. Keçdik növbəti suala. Bərabərsizliyi ödəyən tam ədədlərin cəmini tapın. Əvvəldə kəsirdən azad edilməyimiz üçün hər tərəfi 2-yə vursaq 0, 2-nin 0 kiçikdir 2 x minus 3 plus x olacaq. Çünki bizdə kəsirin qarşısında minus işarəsi olduğuna görə işarə dəyişir. 6-nı 2-yə vursaq 12. 0 kiçikdir 2x plus x. 3x minus 3 kiçik 12. Hər tərəfin üzərinə nə gələcək? 3'ü gəlmiş olar. 3 kiçikdir 3x kiçikdir 15. Bu səfər isə hər tərəfi nəyə bölmüş olacaq? 3'ə. 1 kiçikdir x kiçikdir 5. Bərabərsizliyi ödəyən tam ədədlərin cəmini tapın. X 1-dən böyük 5-dən kiçik. 2, 3, 4. Bunda cəmi bizə nəyi verir? 9'u vermiş olur mu? Keçdik 46'ya. 2 bölünsün. Uşaqlar, loqaritma kök 2'ni göstərəcək biz necə 2 üstü 2-də 1 kimi 100. Plus gerisi olduğu kimi yazacaq digərlərin. 5 əsasından 100 plus 1 bölünsün. Loqaritma 10 əsasından 100. Bərabərdir. Burada bu 2'də 1'i əmsala keçirsək 2 kimi keçmiş olacaq uşaqlar. Day buradan bunu silək də qalmasın. Bunu əmsala keçirsək 2 kimi keçəcək. Bu 2 ilə də bu ixtisar getmiş olacaq. Bunu bildik. Qalacaq sürətimizdə 1. Və bizdə loqaritmanın tərsini tapanda necə tapırdıq? 1 bölünsün loqaritma B əsasından A. Yəni əsasından loqaritma alt ifadə yerini dəyişirdimi? Burada fikir verirsə hər biri nədir? 1 bölünsün. Yəni bunu tərs şəkildə yazsaq nə olacaq bizdə? Loqaritma 100 əsasından 2 plus loqaritma 100 əsasından 5 plus loqaritma 100 əsasından 10'a bərabərdir. Bu da əsaslarımız eynidirsə, hasil kimi göstərirdikmi biz bunları? Loqaritmanın xassələridir bunlar hamısı. Loqaritma 100 əsasından 2 5'in 10, 10'unun da 100. Demək, loqaritma A əsasından 1 olduğuna görə cavabımız nəyə bərabər olacaq? 1'ə. Bu da belə. Keçdik digərinə. Trigonometriyadır. 1 minus, uşaqlar, 1 minus kosinus 66'nı göstərirəm. Kosinus 2 alfanın düsturu nədir? Kosinus kvadrat alfa minus sinus kvadrat alfa, yəni kosinus kvadrat 33 minus sinus kvadrat 33. Niyə? Çünki kosinus 66'nı 2 vurur 66 kimi baxdıq da. Bölünsün sinus kvadrat 33 bərabərdir. Mötərizənin açısı olacaq bizdə 1 minus kosinus kvadrat 33 plus sinus kvadrat 33 bölünsün sinus kvadrat 33'ə bərabər. Baxın, bu hissə bizə özü ilə nəyi verir? Sinus kvadrat 33'ü. Olacaq neçə? Sinus kvadrat 33. Axı burada bir dənə də üstəgəl sinus kvadrat 33 olduğundan olacaq neçə dənə? 2 dənə sinus kvadrat 33 bölünmüş sinus kvadrat 33'ə. Bunlar da ixtisar geçsə ilə cavab nəyə bərabər olacaq? 2'yə bərabər olurmu? Oxşarlıq əmsalı 3 olan, yəni K'mız bərabərdir 3'ə. Üçbucağın birinin sahəsi, yəni birinci üçbucağın sahəsi olur 9. Digər üçbucağın sahəsinin ala biləcəyi qiymətləri cəmi, yəni S2'nin ala biləcəyi qiymətləri cəmi. Biz bilirik ki, S1'in S2'yə nisbəti bir dəfə K'nın kvadratına və yaxud da ki, S2'nin S1'ə nisbəti bərabər olacaq, yəni K'nın kvadratına. Çünki biz bilmirik hansına nisbətidir. 2 alın ikisinə də baxacaq. Götürək yazaq yerinə. S1 neçədir? 9 bölünsün S2 bərabərdir 3'ün kvadratı. 3'ün kvadratı da neçə ilə? 9. Məxrəci 1 olan kəsir kimi baxsaq, S2'ni buradan 1 tapmış olacaq. Digər hala da baxsaq, S2 bölünsün S1 neçə? 9 bərabərdir 9'a, yəni 3'ün kvadratına.
Məxrəci 1 olan kəsr kimi baxıb çarpaz vursaq, S2-dən isə tapmış olacaq 81. Bizdən nəyi soruşurdu? Sahəsinin ala biləcəyi qiymətlərdən bir dəfə 1 alır, bir dəfə 85. Cəmi neçə eləyir bizdə? 82. Gəldik ətraflı yazı tələb edən tapşırıqlara. Demək, diaqramda mağazaya gətirilən banan, portağal və üzüm haqqında məlumat verilmişdir. Bananlara uyğun bucağı 150, portağallara uyğun bucağı 120 hissəsi üzümə aiddir. Bunların 40% portağalların, 20% üzümlərin isə 50% satıldıqdan sonra qalan meyvələrin birlikdə kütləsi mağazaya gətirilən meyvələrin ümumi kütləsi neçə faizidir? Şərt uzundur biraz. Başlayaq. İnşallah bax bucaqla verdiyinə görə tam çevrəmiz neçə dərəcədir? 360 dərəcə. Bizdə 150 var, 120 var. Neçə dərəcəmiz çatmır bizim? 90 dərəcə. Demək bura neçə dərəcədir? 90 dərəcə. Onlara uyğun bucaq. Aha, bunu tapdıq. Uşaqlar, elə bilmirik də ümumi neçə kiloqram meyvə gətirib. Bunu mən elə özümdən 360 kiloqram ümumi meyvəni götürərəm və bucaqlara görə paylayaram. Ümumi uşaqlar 360 kiloqram meyvəmiz var. Ümumidir bu. Aha. Banan 150 dərəcə deyilmi? Yəni 360-ın elə nə edirəm? Deyərəm ki, banan nə qədərdir? 150 kiloqram. Bunu bir tapdıq. Deyərəm portağal nə qədər olsun? 120 kiloqram. Çünki dərəcələrə görə də bərabər paylayıram. Üzüm də olsun nə qədər? 90 kiloqram. Bunu tapdıq. İndi bizə deyir, gedirik bu şərtlərə. Bananın 40%, portağalın 25%, üzümün isə 50% satıldı. Bananın 40%, banan ümumilikdə nə qədərdir? 150-nin 40%-ni taparıq. Görək neçə eləyir. 0'lar getdi, 60 kiloqram. Bananda 60 kiloqram satılıbsa 90 kiloqram qalırmı banan? Bu oldu banan qalmışları. Eyni qaydada portağalın da demək 25% satılır. Portağal nə qədərdir bizdə? 120, demək portağal da 120-dir də, 120-nin də 25%-ni taparıq. Aha, demək bununla bu getdi, qaldı 4, 4-lə getdi 30. Demək 30 kiloqram satılıb. 30 kiloqram satılıbsa ümumi portağal nə qədər idi? 120. Demək bunda da nə qədər qalır? 90 kiloqram qalmış oldu. Bu da oldu portağal. Və üzümün də 50% satıldı. Üzüm nə qədər idi? Üzüm də 90 kiloqram idisə 50% satılıbsa yarısı satılır. Belə bir şey 45 kiloqram qalır. Bunu tapdıq. Sonra bizə nə deyir? Qalan meyvələr satıldıqdan sonra qalan meyvələr birlikdə kütləsi mağazaya gətirilən meyvələrin ümumi kütləsi neçə faizidir? Qalan meyvə bu qədər meyvəmiz qalıbmı bizdə? Bu bizdən neçə eləyəcək? 90 plus 90 plus 45. Ümumilikdə nə qədər meyvəmiz qalıb? 225 kiloqram. Bu qalıb. Axı bizdən qalan meyvələr, ümumi meyvələrin neçə kiloqram deyirsə, neçə faizi deyirsə, ümumi bu qədər meyvəmiz vardı. Qalan da bu qədər. Yəni 225-in 360-a nisbəti vurulsun 100%. Aha, demək, bunu tapsaq biz, nə edək uşaqlar? 9-dan aparsaq ixtisar. 9-dan niyə? Görək elə nə ilə aparırıq ixtisar? Hədə, bunun bir sıfırın aparın. Sonra bunu da 9-dan aparsam, burada 4 qalır. Burada da 25. Yəni sürətimizdə nə olacaq? 25 vurulsun 4 bölünmüş neçə? 4 nədir? 10. Məxrəcimizdə 4 qalır. Bu da bizdə nəyi verəcək uşaqlar? 62,5-i. 62,5%-ni təşkil edir. Demək, qalan meyvələr, ümumi meyvələrin neçə faizini təşkil edir? 62,5%. Şərti çox biraz uzun idi. Gedib misalın sonuna çıxmaq biraz çətinlik çəkirəm. Gəldik növbəti suala. Çevrənin diametrinə perpendikulyar olan vətər hər hansı bir çevrə çəkək. Uşaqlar, diametri çəksək, bu olsun diametr. Çevrənin diametrinə perpendikulyar olan vətər, əgər perpendikulyardırsa, biz deyilirdik, yox, diametr vətərə perpendikulyardırsa, o vətər nə edir? 2 yerə bölürmü? Və bizdə deyir ki, diametrin uzunluqları 8 və 18 olan 2 hissəyə bölür. Sonra vətərlər bərabərdirsə x deyirəm. Kəskin vətərlərin xassələrinə görə nə idi bizdə?
x vurulmuş x bərabərdir 8 vurulmuş 18-ə, yəni x-in kvadratı bərabərdir. 8-i parçalayaram 4 vur 2 kimi, 18-i parçalayaram 2 vur 9, x bərabərdir. Uşaqlar 4 2 8 16, 16 vur 9 kimi, bundan da kök neçə çıxacaq? 4 3, bu deyilir 12. Yəni bizdə neçə olmuş oldu? X-i tapdıq 12. Axı bərabər bölündüyünə görə burada olur 12. Ümumi vətənimizin uzunluğu neçə olacaq? 12 plus 12 nəyə bərabər olmuş olur? 24-ə. Doğru cavabımız olacaq 24 santimetr. 50-ci sual. Funksiyadır. P-nin hansı ən kiçik qiymətində parabolun təpə nöqtəsi ikinci rübdə yerləşər. Uşaqlar, parabolanın təpə nöqtəsində yerləşmək üçün mən zaten buradan görürəm ki, bu neyinir? 2 vahid sola sürüşüb. Əgər sərbəst həddim olmasa, parabolanın təpə nöqtəsi gəlib buradan keçəcək. Mənə deyirsə, bu hansı ox üzərindədir? X ox üzərindədir. Və mənə deyir ki, P-nin hansı ən kiçik qiymətində parabolun təpə nöqtəsi ikinci rübə düşsün. Məsəl üçün, buranlara düşsün də, toxunmasın X oxuna. Ona görə ki, bir dəqiqə, X oxuna toxunmadığına görə, onu toxunmağını istəmirsə, onda biz neyin edək? Bu böyük olmalıdır sıfırdan. P minus 5 böyük olmalıdır sıfırdan. P böyükdür 5. P-nin də ən kiçik qiyməti aralıq olaraq 5 müsbət sonsuzluq nəyə götürmüş olacaq biz? 6-nı götürmüş olacaq. Əgər 5 olarsa, P 5-dən 5 çıxacam, gedəcək sıfıra. Funksiyamız hansı şəkildə düşür? X plus 2 bağla kvadrat. Uşaqlar, bunun qrafiki 2 vahid sola sürüşmüş olur. Bax, buradan keçir. Təpə nöqtəsi ikinci rübdədirmi? Xeyr. Ümumiyyətlə, funksiya özü ikinci rübdə gedir. Amma təpə nöqtəsinin ikinci rübdə olduğunu istədiyinə görə X oxuna toxunuruq burada. Ona görə biz nə etməliyik? P-nə ən azı 6 verməliyik ki, bizim sərbəst həddimiz olsun. Belə. Keçdik növbəti misala. Trigonometriyadır. Tangens 3x bərabər verir bizə neçə? Kotangens 30. Kotangens 30-da da demə nəyə bərabərdir? Kök altında 3-ə bərabərdir, düzdürmü? Bu belə. Kotangens 30-da kök altında 3-dirsə, indi trigonometri tənliklərə görə 3x nəyə bərabər olmuş olacaq? Pi bölünsün 3 olurmu? Yəni 60 dərəcədə də tangens kök 3 alır da. Plus dövründə gələcək üstünə pi k. Buradan hər tərəfi 3-ə bölsəm, pi bölünsün 9 plus pi k bölünsün 3. İnşallah gəlin bunu dərəcəyə çevirək, daha rahat olsun. Demək, pi bölünsün 9 neçədir? 180 dərəcə plus 60 k. Və mənə deyir ki, x 0 dərəcə ilə 180 dərəcə arasında olsun. Əgər biz k-ya 0 versək, demək, uşaqlar, mən burada pi-ni 180 götürmüşəm. 189-a böləndə eləyəcək neçə? 20 dərəcə. Demək, k-ya 0 versəm, x-imiz nə olacaq bizdə? 20 dərəcə. Düşdü də, o aralığa düşür. Bu aralığa düşür. Keçirik növbətiyə. K-ya mən 1 versəm, x-im nə olacaq? 20 plus 60 nəyə bərabər olmuş olur? 80 dərəcəyə. Bu da o aralığa düşür. K-ya mən uşaqlar 2 versəm, x-imiz nə olacaq? 20 dərəcə plus 62-yə vursam neçə eləyir? 120. Bu deyilir 140 dərəcə düşdü. K-ya artıq mən 3 versəm, 3 altın elə 180. Üzərinə 20 gəlsəm 200 eləyir. Bura daxil deyil bu aralığa. Artıq demək götürməyəcək biz o kökləri. Köklərimiz nə oldu? Bax, bunlar. 20, 80, 140. 20, 80 plus 140. 240 dərəcə olurmu? Demək, bunu da biz radianla ifadə eləsək. Nə olacaq bizdə? 240 dərəcə. Yəni 240 vurulsun, pi bölünsün 180. Sıfırlar aparsaq yaxçısır, 6 ilə aparsaq 3, 4. 3-də 4 pi. Doğru cavabımız olacaq neçə? 3-də 4 pi-yə. Bu da belə. Keçdik 53-cü suala. Ehtimal sualıdır. 2 qutuda birincisində 5 ağ, 3 qara, ikincisində isə 2 ağ və 4 qara kürə var. Uşaqlar, 2 dənə qutumuz var. Birinci qutu olsun. Bu da ikinci qutu. Bizə deyir ki, birincisində 2 ağ var. 4 dənə də qara. İkinci qutuda isə, daha doğrusu, birinci qutuda
Yerlərini səhv yazdım. Birinci qutumuzda 5 dənə ağ var, 3 dənə qara. İkinci qutuda isə 2 ağ var, 4 dənə də nə var? Qara. Bunu tapdıq. Tapdıq deyəndə verilib. İndi bizə deyir ki, hər qutudan təsadüfi olaraq bir kürə çıxarılır. Çıxarılan kürələrin müxtəlif rəngli olması, yəni uşaqlar, mən birinci kürədən əgər ağ çıxarıramsa, digərindən də onda nə çıxmalıdır? Qara çıxmalıdır. Düzdürmü? Yox, əgər mən birinci kürədən qara çıxardıramsa, digərindən nə çıxmalıdır? Ağ çıxmalıdır. Onda yəni eyni rəngli olmasın. Birinci kürədə ümumilikdə neçə dənə bizim kürəmiz var? 8 dənə. Digərində də 6 dənə. Uşaqlar, fərz eləyək ki, əgər mən birinci kürədən ağ çıxarıramsa, onda nə olacaq? 8-də 5. Ağın çıxma ehtimalı neçədir? 8-də 5. Onda mən ikinci kürədən nə çıxartmalıyam? 6-da qara çıxartmalıyam da. 6-da 4 çıxmalıdır. Və ya mən deyirəm ki, birinci kürədə qara çıxsın. Yəni 8-də 3 qara çıxsın. Qaranın çıxma ehtimalı neçədir? 3. İkinci kürədə ağ çıxsın. Onda nə olacaq bizdə? 6-da 2. Bu hadisənin ehtimalını hesablayacaq getsin. Demək, 4 ilə getsə 2, 2 6 ilə 12-də 5 plus, bunu da aparsam ixtisar 6 ilə getsə 2 qalır, 2 ilə getsə neçə qalacaq? 8-də 1. Bunların da orta məxrəci neçədir? 24. Birincisini nəyə vurmuş olacaq? 2-yə, 2 5-in 10 plus 3. Neçə eləyir? 24-də 13. Demək, doğru cavabımız neçə olur? 24-də 13. Gəldik 54-cü suala. 54-də nə deyir bizə? Demək, bu birinci, bu bizdə nəyi verir? Ədədi silsiləni. İkincisi nəyi verir bizə? Həndəsi silsilə. A. Uşaqlar, ədədi silsilə xassəsinə görə 5 nəyə bərabərdir? Ona qonşu olan hədlərin cəminin ədədi ortasını, yəni A plus B-ni çarpaz vursaq, 10-a bərabər olduğunu alarıqmı? Həndəsi silsilədə nə idi? 4 nəyə bərabərdir? B vurulsun A-ya. Buradan A vurulsun B hasilin 16 tapsaq biz. Bizə deyir ki, A kvadrat plus B kvadrat bərabər. Bu ifadəni soruşur. Buna da köməkli düstur tətbiq eləsək biz. A-nın kvadratı minus 2AB yazmış olarıq. A plus B cəmimiz neçədir? 10-un kvadratı minus 2 vurulsun AB hasilimiz neçədir? 16. Demək 100 minus 32. 68 çıxırmı cavab? 54-də olar neçə doğru cavabımız? 68 dərəcə nə idi? Gəldik sonuncu sualımıza. Demək, sonuncu sualda nə deyir? Bunları biz nə edərik? Gəlin, səliqəli olsun deyənə proqramın özü ilə çəkək buna. Birini çəkək belə. Digərini çəkək belə. Biri də bu şəkildə burada. Gəl bunları bir-bir adlandıraq. Uşaqlar, əgər bura alfadsa, onda bunun qarşı bucağı da alfa olarmı? Bu bucağımızın beta olduğunu verib. Onda bu bucağımızda neçə çıxır? Beta çıxmış olacaq qarşılıqlı bucaqlar. Bu bucağımız bizdə lambdadır. Onda onun qarşı bucağı bu daha burada lambda olurmu? Və bu bucağı da bizə verib sigma. Ondan da qarşılıqlı bucaqlar bax budur. Sigma. Götürdük. Hər bucaqdan fikir verirsə 2-dən 2 dənə var və tam bucaq neçə dərəcədir? 360 dərəcə deyilmi? Demək olacaq bizdə 2 alfa, 2 beta, 2 lambda və 2 sigma. Neçə dərəcə olmalıdır? 360 dərəcə. Onda alfa, beta, lambda, sigma. Biz neçə tapmış oluruq? 180 dərəcə. Bunu bir tapdıq ki, nəyə bərabərdir? 180 dərəcəyə. Və bizə də deyir ki, alfa, beta, lambda və sigma bucaqların dərəcə ölçüləri uyğun olaraq 2, 3, 5, 8 nisbətindədir. Yəni, alfamız neçə? 2K-dır. Betamız 3K-dır. Lambdamız 5K-dır. Və sigmada neçədir? 8K-dır. Gətir bu ifadədə nəzərdə alsaq yerinə. Alfa 2K plus 3K plus 5K plus 8K nəyə bərabər olur? 180-ə. Uşaqlar 2K, 8K. 10K öləcək 18 dənə K bərabər 180-ə. K'nın 10 olduğunu alarıq. Onda K 10'dursa alfa neçə dərəcə olur? 20 dərəcə. Beta 30 dərəcə.
Liam da 50 dərəcə, sigma da neçə dərəcə? 80 dərəcə. Bizdə nəyi soruşurdu? Alfa, beta, liamdanın bucaqların dərəcə ölçülərini tapın. Tapdıq. Doğru cavabımız nə olur? 20, 30, 50, 80. Belə. Bu da oldu bizim sonuncu sualımız. Oldu uşaqlar, sağ olun.